Mələk, aha. De. Yadından çıxılır nə deyəcək. Cəbrə. Vəhlə gəldin. Aha. Sonra. De, həyat bir gündür, o da bu gündür. Nə yazmışsın? Heç. Bəx, nə danışırdın? Yazından çıxar. Həyat neçə gündür? Allah bilir. Doğrudan nəyi paylaşacağıq? Yadından çıxdı. Hə, yadından çıxdı. Məsəl üçün, mən İlham Əliyevə orada müraciət edəndə, şeytan ürəyimə gətirdi ki, bayağı idi, məsələn, o, məsələn, burada bu var, bu şəkili qoy, onun şəklini çək, paylaş, qoy güyədə, biraz uyğun gedir, niyə? Uyğun niyə? Nə mənada uyğun? Mən nə idi? Sənə aid idi? Yox. Ki, yəni, mehribançılıq olsun deyə, yəni, nə ilə bağlı paylaşmışdım, yəni, nəysə, sonra, məsələn, Allah Teala buyurur da Quranda hamısı, cinlər necə təsir edir, nə demək istəyir? Məsəl üçün, onu demək istəyirəm ki, qurbanım Allah, özümdə görürəm də, görmüşəm. İndi başqa şey deyirsin, mələk, cinlərlə danışır ağzından, amma onlar başqa şey deyirsin. Günahıma görə deyir, nəsə günah və yalan, günahkarlara, yalancı. Sonra başqa şey deyir, sonra indi də tələsmə demək istəyir. Deyir. Məsəl üçün, bu ayə. Deyir. Şuara 221-22-ci ayələr. 222-ci daha doğrusu. Şeytanların kimə nazil olduğunu sizə xəbər verirmi? Onlar hər bir yalancı və günahkara nazil olurlar. Sonra nə ayə var? Əzbər denə. Şeytanlar, məsəl üçün, adam Quran oxumayanda urcaq olurlar adamı. Bu da ayədir. Sonra çox ayələr var, uşağına ortaq olurlar, malına ortaq olur, çox şeylər var. Sonra sürətlə demək. İnşallah. Yəni ki, adam ürəyinə, məsələn, sən günahkardır, məsələn, niyə? Çox şeycə, çox günahın olur. Məsələn, şeytan sən küsədə döyürdü üzündən, gözlərin qalxırdı, dedi. Mən sənə deyirdim, qorxma, niyə kömək edin sənə? Bilməm. Niyə də? Sən deyirsən ki, sən Quran oxuyub namaz qılmasın, mən bir dəfəyə çıxır gedirdim. Hansı ayə var? Nəmrəsi yadından çıxır. Mələklər dünyada da, axirətdə də dostluq adamlar. Sonra öndən və arxadan təqib edər, qoruyarlar adamı. Sonra sən mənə deyirdin, mələk. Mən günahım oydu o vaxt ki, mən böyük günah. Nə? Tələsmə. Tələsən öskürbəsən. Məsələn, mən psixatrik dərmanlarımız, mən gedirdim şeyə, Uçaskov deyirdim, Poliklinika psixiatrın yanına. O da deyirdi ki, indi dəyişilib, ikisindən keçmişəm. İndi bu təzə var, o da elə deyib ama. Nə deyirdi? Deyirdi ki, nə dərman istəyən, o birisi deyirdi, nə istəyən yazın. Nə dərman istəyən yazın. Bu nə deyirdi? Bu da deyir, bu da o fasunla, yəni ki, nə düşür yazın, o deyir, bu senin səsən olur, 8 nömrə. O birisi də deyir ki, adı nə idi onun? Yadından çıxdı, gənclikdə neçə nömrəli poliklinik, hansı adı nə idi onun? Yadından çıxdı, 4 nömrəli poliklinikada o əvvəl adı nə idi? Valla yadından çıxdı, o psixiatr o idi. Köçdülər gəncliyə. Elə metronun yanındadır o poliklinik.
Belə bir şey. Deyirdim, mən də bahalı dərmanlar yazdırırdım. Apardım, yarı qiymətini satırdım hara. Polisə demişdim, hara. 51 sayılı Nərmanov dispanserin yanında var aptek. Adı nədir onun? Görüm adı nədir? Aptekçi. Öyle oğul da özüdür. Neynirlər? Dəyişirlər deyirlər pulla da yəni. Məsələn 35 manatlıq 2 paskal nə dərmanıdır? Onun dərman deyil, neysə o satdı ya da işte dərmanlar adlanan o həblər, iğnələr nədir? Narkotik bazılar adlandırırıq. Onun neynirdir? Mesela 100 manatlıq dərman verdimsə 50 manat. Dərman dedim yəni, tövbəsi. 50 manat alırdım, qoydum cibinə, gedirdim kommunalını ödəyir. Bir müddət elədim. Nə demək istəyim, demə. Adam ürəyinə gələn o vaxt vəsvəsə verir. Vəsvəsə almayacaq, Peyğəmbərlər. Sən niyə dördü metroda da əlindən hətta sən şapalaqlayıb, cəmat deyildi bu dəldini. Demə, dedim də günahlı, o günahlı görür. Bir də axırın cümləni demə. Adam, türklər yaxşı çəkmişlər vəsvəsə haqqında deyir, adam şeytan ürəyinə vəsvəsə qoyanda, yəni pis fikir, kötü düşüncə, sonra orada deyir, yaxşı deyir, video paylaşmışsan bu kanalda, sonra o barədə deyir əvvəldə. Onları özünə mal eləməyin deyir, görüntü verə bilər, xəyal verə bilər, özünüzə mal eləməyin, yəni ki, əhəmiyyət verməyin, o vəsvəsədir, şeytanın qışqırtmasıdır. Qışqırtması da türkün bilməm nədir, qışqırtma deyildi, o nədir, yaxşı söndür. Özünüzə mal eləməyin də.